indi get Nusrətlə. Alıb soxma da ağzıma da. Yığışdır onu o ilə mənə. Bura devlətin yeridir. Yox, Niyə kimdən, biz... indiyənə ki kimdənsə Bir icazə dəqiqə alıb bura qardaş, girmişsə. gör nə deyirəm. Biz niyə kimdənsə icazə almalıyıq? Bir dəqiqə. Nərimanov rayonu Faiq Yusifov 25 ünvanındayıq. Qaynar xəttimizə daxil olan şikayətdə sakinlər bildirir ki, RAV MTK tərəfindən binanın həyətində qanunsuz şlaqbaum və parking sistemi quraşdırılıb. Sakinlərin sözlərinə görə onlar öz avtomobilləri ilə həyətyanı sahəyə daxil ola bilmirlər. Mən uşağımla gəlib buradan keçə bilmirəm. Buranı tamamilə özəlləşdiriblər, pulla satırlar yerləri, parkovkaya çeviriblər. Mənim evdə yaşlı anam var. Mən təcili yardım çağırıram, təcili yardım istədiyim vaxtı mənim burada yol tapıb gəlib girə bilmir evimə. İndi çəkiblər maşınlarını. Pastayanla dolu maşındır. Keçmək olmur. Bir də görürsən ki, mən öz evimə abxot eləyirəm, gedirəm. Belə şey olar. Qaz trubalarını yavaş-yavaş kəsirlər. İşarət yağardılar da özlərinə bu dərəcə tiksinlər. Amma olmaz axıdır, pajansıdır. Görürsünüz nə qalırlar. Bu da orada bax turba dayanıb. Turba dayanıb onu kəsiblər. Nəyə görə kəsirlər? Bilmirik, parking üçün. RAV MTK işçiləri islatacaq tökülü ağacları qurudurlar. Orada yanğın olub neçə dəfə. Burada qaz turbasını kəsirlər. RAV MTK-nın əməkdaşı olduğu iddia edilən şəxsdən açıqlama almağa çalışdıq. Bu nədir? Özünüz təqdim edin. Gəlmisiniz? Şikayət edən sakinləri nəyə görə çəkirsiniz? Bilmək olar, kimə göndərirsiniz bunları? Özünüzü təqdim etmədiniz. Kim olaraq gəlib belə çəkiliş yaparsınız burada? Bəzi MTK-lar, MTK adlanan, amma sonradan MMC-yə çevrilmiş tikinti şirkətləri bir MMC yaradıb, hansı ki, idarə etməni həyata keçirilir, onların ümumiyyətlə fəaliyyəti qanunsuzdur. Bəzi orada parklama pulu almaq və s. bunu mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti özü eləyə bilər. Yəni, parklama pulu, həyətin saxlanma xərcləri, hamısı özü müəyyən edib, öz xərclərini öz aralarında bölməlidirlər. Tamam qanunsuz məsələdir. Burada vətəndaş fəallığı lazımdır. Şəxslər yığışsınlar, dediyim qaydada, prosedurla özləri idarəçiliyi həyata keçirsinlər.